تريدون عرض الدنيا تريدون عرض الدنيا والله يريد الآخرة. Hər bir müsəlman çalışıb özünü Allahı zikr etməyə alışdırmalıdır. Hər zaman və hər vaxt. Müsəlman çalışıb şəriətdə varid olan, məlum olan dualardan və zikirlərdən istifadə etməlidir və dilini buna öyrəşdirməlidir. Allah Teala Əhzab surəsində buyurur ki: "Ya eyyuhellezine amenu zkurullaha zikran kəsira." Ey iman gətirənlər, Allahı olduqca çox zikr edin. Və səbbihuhu bukratan və asilə. Səhər və axşam Allahı təsbih edin. Yəni onun şəninə təriflər deyin. Və həmçinin uca Allah başqa bir ayədə, yenə Əhzab surəsində buyurur ki: وَالذَّاكِرِينَ اللّٰهَ كَثِيرًا وَالذَّاكِرَاتِ أَعَدَّ اللّٰهُ لَهُمْ مَغْفِرَةً وَأَجْرًا عَظِيمًا. Allah Teala buyurur, Allahı çox zikr edən kişilər və çox zikr edən qadınlar üçün Allah bağışlanma və böyük bir mükafat hazırlamışdır.